Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan İbtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərs qruplarımız haqqında məlumat əldə etmək istəyirsinizsə, 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında məlumat əldə edə bilərsiniz. Keçirik suallarımıza. İlk sualımız belədir ki, 360 ədədinin natural bölənlərin sayı 3A plus 3 olarsa, A ədədinin 5 mislini tapın. İlk olaraq 360'ı biz bölürük. Natural bölənlərin sayını tapmaq üçün 2'yə. 180, 2'yə bölürük 90, 2'yə bölürük 45, 3'ə bölürük 15, 3'ə bölürük 5, 5'i də 5'ə böləndə 1. İndi baxaq. 2'dən neçə dənədir? 1, 2, 3 dənə. 2'nin üstü 3 vurulsun. Sonra 3'dən 2 dənədir. 5'dən isə 1 dənədir. Natural bölənlərin sayını tapmaq üçün qüvvət üstlərinin üzərinə 1 gəlib hasillərini tapacağıq. Yəni 3'ün üstünə 1 gələcək, vurulsun. 2'nin üstünə 1 gələcək, vurulsun. 1'in də üzərinə 1 gələcək. Oldu neçə? Deməli 4 vurulsun 3 vurulsun 2. 24. İndi buradan baxaq. 24 tapdıq. 24 nəyə bərabərdir? 3A plus 3 bərabərdir 24'ə. 3A bərabərdir 21'ə. A da bərabərdir neçə? 7'yə. 7'ni də 5'ə vuracaq. Çünki 5 mislini istəyirdi. 7 vurulsun 5 bərabərdir 35'ə. Cavabımız olur D variantı. İkinci sual. Çıxma əməlində azalan çıxılan fərqin cəminin 1/4 hissəsi 400'dür. Və çıxılan fərqin 5/3-nə bərabər olarsa, fərqin rəqəmləri cəmini tapın. Baxaq, azalan, çıxılan fərq. Bunun 1/4 hissəsi 400-sə, cəmi olacaq nə qədər? 1600. Fərq, çıxılan fərqin 5/3-dür. Fərq 5x-dırsa, bu olacaq 3x. Biz bilirik ki, azalan həmişə fərqlə çıxılan cəminə bərabərdir. Bu da olacaq 8x. İndi toplasaq, hamısı bir yerdə neçə olacaq? 1600'ə. 8x bərabərdir 1600. X də bərabərdir 1600'ü 8'ə bölsək, düşəcək 8'ə yox. Burada deməli hamısının cəmin 1600 olduğuna görə 16x-ə böləcəyik. 16x-ə bölsək 100. Fərqi istəyirdi bizdən. 100'ü vurarıq 5'ə. Olacaq 500 və 500'ün də rəqəmləri cəmi olacaq 5. Cavabımız olacaq C variantı. Növbəti sualımız 3 nömrəli sualdır. Bir məktəbin bütün müəllimlərin 1/4 Şuşaya, 5/4'ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər edir. Bütün kollektivdə neçə müəllim var? Deməli, bu tipli sual abituriyentlərin imtahanda istifadə olunan sual tipidir və ibtidai sinif müəllimlərinə lazımlı bir sual tiplərindəndir. Biz bütün müəllimləri götürərik necə? Bütün müəllimləri 20x götürərik. Çünki 5 ilə 4'ə bölünən bir ədəd. 20'nin 1/4 5x-idir. Bu Şuşaya gedir. 20'nin 5/4 16x-idir və bu Xankəndiyə gedir. İndi baxaq. Toplasaq 5x üzərinə 16x çıx 2 bərabərdir neçəyə? Ümumi sayı 20x-a. 21x çıx 2 bərabərdir 20'yə. X də bərabərdir 2'yə. 2'ni də aparıb arada yazacağıq. 20'yə vuracağıq
20-ni vursaq 2-yə bizə verəcək 40. Cavabımız olacaq C variantı. Növbəti sualımız 4 nömrəli sualdır. 31 kiçikdir bərabərdir x, o da kiçikdir 76. 26 kiçikdir y, o da kiçikdir bərabərdir 43 olarsa x, y ən çox neçə ola bilər? Deməli, burada x-i biz çalışacağıq ən böyük götürək, y isə ən kiçik götürək. X-i ən böyük götürsək 75 yaza bilərik. Y isə ən kiçik götürsək 27 yaza bilərik. Və bunların fərqini bizdən istəyir. Fərqi də neçə olacaq? 48. Cavabımız olacaq B variantı. Növbəti sual 5 nömrəli sualdır və nə istəyir bizdən? 4460 metr, üzərinə 12400 desimetr çıxılsın 414800 santimetr. Sonda santimetrlə ifadə etməyimizi istəyir. 4460-ı santimetrə çevirmək üçün 2-dən 0 atıram. Desimetrə də bir dənə 0 atacağıq. Yəni 124.000 bir dənə 0 atıq oldu 124.000 santimetr. Bunu toplayarıq ilk öncə. Bu bizə verəcək 570.000 santimetr. Həmin o 570.000-dən çıxacaq nəyi? 414.800. 414.800 santimetr. Deməli, buradan da nəticəmiz nə olacaq? 155.200. 155.200 santimetr. Cavabımız olur C variantı. Növbəti sualımız 6 nömrəli sualdır. 4 müxtəlif 3 rəqəmli tək ədədin cəmi 3226-dır. Bu ədədlərin ən kiçik ən az neçə ola bilər? Deməli, 4 ədəddən söhbət gedir. 1, 2, 3, 4 ədəddən söhbət gedir. Ən kiçiyini tapmaq üçün ən böyüklərindən başlayarıq. 999 üzərinə 997 üzərinə 995. Çünki təkləri istəyirdi. Və bunların cəmi bizə verir 2991, 3226-dan 2991-i çıxsaq, nəticə nə olacaq? 235. Cavabımız olacaq B variantı. Növbəti sualımız 7 nömrəli sualdır. Cümə axşamı saat 18:35-də Bakıdan yola düşən qatar şənbə günü saat 22:30-da İstanbula çatır. Qatar neçə saat yolda oldu? Gəlin baxaq. İlk öncə cümə axşamından 18:35-dən yolda olur. Cümə gününə qədər yəni cümə günü 18:35-ə 24 saat keçir. Cümə günündən, yəni yenə də 18:35-dən şənbə günü 18:35-ə qədər yenə də buradan 24 saat keçir. Oldu toplamda 48 saat. 48 saat. Hə, şənbə günü 22:30-dan biz çıxarıq 18:35-i. 18:35-i oradakı fərqi taparıq. Fərqimiz necə olacaq? Buradan 1 saat versək, qalacaq 90-dan 35, 55. 21-dən də 18, 3 saat, 55 dəqiqə. 3 saat 55 dəqiqə oradandır, 48 saat da buradandır. Toplamda 51 saat 55 dəqiqədir. Cavabımız olacaq B variantı. Növbəti sualımız 9 nömrəli sual olacaq. 8 nömrəli sualda texniki problem var. Onu keçdik. Demək, deyir malın qiyməti 60% artdı. Sonra 4 dəfə azaldı. Malın qiyməti neçə faiz dəyişdi? Malın qiyməti 60% artırsa, malımızı həmişə 100% olaraq qəbul edirik.
100-ün üzərinə 60'ı gəlirik, olur 160. Sonra 4 dəfə azalma deyirsə 160'ı bölürük 4-ə, düşür 40. Yəni 160'dan çıxırıq 40'ı, qalır neçə? 120. Əvvəl bizim faizimiz 100 idi, indi oldu 120. 120'dən də 100'ü çıxarıq, qalacaq 20. Deməli, artan faiz nə qədərdir? 20%. Cavabımız olur B variantı. Növbəti sualımız 10 nömrəli sualdır. 10 nömrəli sualda görə bizdən nə istəyir? Deyir, müəllim tələbəsinə 25 sual verdi və dedi, düz cavab 5 bal verir, səhv cavab 3 bal silir. Sınavın sonunda tələbə 53 bal toplayırsa, tələbə neçə suala düz cavab vermişdir? Aha, deməli, səhv və doğru cavablara baxaq. Yəni, doğru və səhv 1-yə 25 sualdan ibarətdir. Doğru cavaba 5 bal verir, səhv cavaba 3 bal silir və nəticədə neçə bal olur? 53 bal. Sistem tənli yarandı. Yuxarı hissəni 3-ə vuracam hər tərəfi. Olacaq 3x üzərinə 3y bərabərdir 75. Aşağı olacaq 5x minus 3y bərabərdir 53. Tərəf-tərəf toplasaq bunlar gedəcək. Olacaq 8x bərabərdir 75 ilə də 53'ü toplayarıq 128 edər. X də bərabərdir. Deməli, neçə olacaq? 16. 16 suala doğru cavab verib. Cavabımız olur B variantı. Növbəti sualımız 11 nömrəli sualdır. Deyir ki, turist motorlu qayıqla 56 kilometr məsafəni axına qarşı 4 saat üzdü. O geriyə sal ilə qayıtdı. Qayığın öz sürəti 16 km/saat olarsa, turist geriyə qayıtmaq üçün nə qədər vaxt sərf etmişdir? İlk öncə 56'nı bölərəm 4-ə, 14 düşər. 1 saata gedilən yoldur. Yəni, kater çıx-çay bərabərdir. Neçə? 14. Öz sürəti 16'dır. 16'dan çayı çıxsaq 14 qalır. Çay özü bərabər olur 2-yə. İndi geri qaydanda salla qaydıb. Sal nədir? Çayın öz sürətidir. Məsafəmiz də 56 idi. 56'nı da 2-yə bölərik. Yəni çayın sürətinə bölərik. Düşəcək 28. 28 saat zaman lazımdır. Növbəti sualımız 12 nömrəli sualdır. Deyir ki, 914 çıx 5a plus 48 vur 7 bölü 3 üzərinə 70 bərabərdir 76. Olarsa 3a plus 3 ifadəsinin qiyməti haqqında doğru fikri seçin. Aha. İndi baxaq buna. Deməli, ilk öncə 76'dan 70'i çıxırıq, qalır 6. 6'nı vururuq 3'ə, 18 edir. 914'dən 18'i çıxsaq 896 edəcək. 896'nı bölərik 7-yə, nəticəmiz 128 qalacaq. Həmin 128 5a plus 48 bərabərdir 128'ə. 5a bərabərdir 128'dən 48'i çıxsaq 80. A bərabərdir 16'ya. A'nın qiymətini tapdıq 16. Aparıb bu ifadənin yerində yazsaq. 16'nı vurarıq 3'ə 48. Üzərinə də 3 gəlsək bizə verəcək 51. Variantlara baxaq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda artır. Bu yanlışdır, artmır. Çünki 5'dən sonra 1 gəlir, artım vermir. Onluqlar mərtəbə vahidinin sayı 8'dir, yanlışdır. Cüt ədəddir, təkdir, yanlışdır. Rəqəmləri cəmi 6'dır, bu doğrudur. Cavabımız olur D variantı. Növbəti sualımız 13 nömrəli sualdır. Deyir, kvadratın daxilinə çevrə çəkilmişdir. Çevrənin radiusunun 7 mislinə 45 cm əlavə etsək, kvadratın perimetrinin 2 mislinə bərabər olar. Kvadratın sahəsini tapın. Deməli, bir kvadrat çəkək. Bunun daxilinə bir çevrə çəkdim. Radius x-dırsa, diametr neçə olacaq? 2x. Yəni, həm də kvadratın tərəfi.
İndi deyir çevrənin radiusunu 7 mislinə, yəni 7x-in üzərinə 45 gəlsək, kvadratın tərəfi 2x isə perimetr olacaq 8x. Bir də onun 2 misli 16x edir. 16x-dən 7x çıxanda 9x bərabər 45-ə, x də bərabərdir 5-ə. 5-i də vuracaq 2-yə 10. Kvadratın tərəfi 10-dur. 10-u da 10-a vuranda cavabımız olacaq 100. Yəni 100 santimetr kvadrat. Növbəti sualımız 14 nömrəli sualdır. 14 nömrəli sualda deyir, otlaq sahənin uzunluğu 1 kilometr 600 metr, eni isə 500 metrdir. Bu sahənin hər hektarından 15 sentner ot biçilir. Həmin otu daşımaq üçün tutumu 20 ton olan neçə ədəd maşın lazım olacaq? Uzunluq nə qədərdir? 1600 metr. En isə 500 metrdir. Biz bunun hektara çevirmək üçün 1600-ü 500-ə vurub 10.000-ə böləcəyik. Sıfırlar buradan gedir, buradan gedir. 16-nı da 5-ə vuranda 80 hektar. Hektarımız bəllidir, 80 hektar. Hər hektardan 15 sentner ot biçilir. 15-ə vurarıq. Bu bizə verəcək 1200 sentner. 1 tonumuz deməli 10 sentner olduğuna görə 1200'ü bölürük 10'a. Düşür 120 ton. Hər bir maşının tutumu 20 tondursa 120'ni də bölürük 20'ye. Düşəcək 6. 6 maşın lazım olacaq. 5 nömrəli sual. Hesablayındır. Baxaq, 55.848 üzərinə 18.180 böl 45 bölünsün 65 vurulsun 128 çıxılsın 6.311. İlk öncə bu hissəni bölərik. Bu edəcək 404. Və bu hissə ilə toplayarıq. 404 ilə toplasaq olacaq 56.252. Sonra 65'i vurarıq 128'ə. Bu bizə verəcək 8320. Və 8320-dən də 6311'i çıxacaq. 6311'i çıxıram. Deməli, nəticədə nə olacaq? 2009 və 56.252'ni bölürük 2009'a. Olur neçə? 28. Cavabımız olur D variantı. Növbəti sualımız 16 nömrəli sualdır. Deyir, buğda üyüdülərkən onda 3 hissəsini itirir. 12 kilogram ondan 18 çörək alınır. Buğda əkilən ərazidə hər ardan 50 kilogram taxıl biçilir. 3 hektar ərazidən biçilən buğdadan nə qədər çörək alınır? İlk öncə biz ümumi olaraq 3 hektarımızı çevirməliyik nəyə? Deməli ara. 3 hektar bərabərdir 300 ar. 300 ar. Bir ardan 50 kilogram taxıl biçilirsə 300'ü vururam 50'yə. Bu bizə verəcək 15.000 kilogram. İndi baxaq. Bunun 10'da 3 hissəsi itirsə 15.000'in 10'da 3'ü itirsə 10'da 7'si qalır. 10 olur. Olur nə qədər? 10.500 kilogram. 12 kilograma 18 çörək alınırsa 10.500 kilograma neçə çörək alınır? X. X də bərabərdir 10.500'ü vururuq 18'ə bölürük 12'yə. X də bərabərdir neçə olacaq?
15750. Cavabımız olacaq B variantı. Növbəti sualımız 17 nömrəli sualdır. 17 nömrəli sualda nə deyir? Avtomobil hər 50 km yola 4,8 litr benzin işlədir. Yolun 25%-ni getdikdən sonra 150 km yol qaldı. Benzinin 1 litri 1,1 manat olarsa, avtomobil bütün yola neçə manatla benzin işlədəcək? Demək, faizimiz neçədir? 100-dür. Bunun 25% gedibsə 75% qalıb. Yəni 75% olacaq 150 kilometr, 100% x. X də bərabərdir. Ümumi yolumuz 200 kilometrdir. Hər 50 kilometrə 4,8 litr istifadə edirsə, 200-ü bölərik 50-yə, düşəcək 4. 4-ü vuracam 4,8-ə. Bu bizə verəcək 19,2 litr. Və ümumi yola bu qədər benzin işlədir. Bunun da qiyməti nə qədərdir? 1,1 manat. 19,2-ni vurarıq 1,1-ə. Bu da bizə verəcək 21 manat 12 qəpik. Yəni 21,12. Cavabımız olacaq C variantı. Növbəti sualımız 18 nömrəli sualdır. Ədədi 5-ə vurub hasilinin üzərinə 180 əlavə etdikdən alınan ədəd n-dən 9 dəfə kiçikdir. Uyğun ifadəni seçin. Ədədimiz məlum deyil, x-dir. Biz bunu 5-ə vursaq, hasilin üzərinə 180 gəlsək, alınan nəticədən n ədədindən 9 dəfə kiçikdir. O deməkdir ki, n-i də 9-a bölsək, bu ədədimiz bərabərləşir. Cavabımız olur E variantı. Növbəti sualımız 19 nömrəli sualdır. Kubun tam səthinin sahəsi 384 cm kvadratdır. Kubun həcmini hesablayın. Deməli, biz bilirik ki, kubun tam səthini necə tapırdıq? S bərabərdir 6a kvadratı. Yəni 6a kvadratı bərabərdir 384-ə. O zaman a kvadratı bərabər olar. 384-ü 6-ya bölsək 64 eləyər. A özü nəyə bərabərdir? 8-ə. Kubun həcmini V bərabərdir A kub düsturundan istifadə edirik. 8 vur 8 vur 8. 3 dənə 8-imiz eləyəcək 512 santimetr kub. Cavabımız olur C variantı. Növbəti sualımız 20 nömrəli sualdır. Deyir ki, avtomobil 1266 km yolun bir hissəsini 63 km/saat sürətlə, ikinci hissəsini isə 75 km/saat sürətlə getmişdir. Yolun ikinci hissəsində avtomobil birinci hissəsindən 4 saat artıq vaxt sərf etmişdirsə, yolun birinci hissəsini neçə saata getdiyini tapın. V1 məlumdur 63, V2 məlumdur 75, T1 x saata gedir, T2 gedir x plus 4 saata və S də bərabərdir neçə? 1266-ya. Hər kəsənin öz sürətini öz zamanına vursa, 63-ü vurarıq x-a, üzərinə 75-i x plus 4-ə vuracam. 75 vurulsun x plus 4 və nəticə bərabərdir neçəyə? 1266-ya. 63x üzərinə 75x üzərinə 300 bərabərdir 1266-ya. X dərimizin cəmi bizə verəcək 138x bərabərdir. 1266-dan 300 çıxsaq, qalacaq 966. X də bərabər neçəyə? Bunu da 138-ə bölsə 7 düşəcək.
7-nin də üzərinə 4 saat gəlsək 11 saat. Çünki ikinci hissəyə gedən zaman lazımdır. Cavabımız olur D variantı. Suallarımız bu qədər. Sağ olun, salamat qalın. Video izahlarda müəllim yoldaşlarınızla paylaşmağı unutmayın.